Belə bir sual verdi ki, nəyə görə insan rəhmətə gedəndə güzgünün üstünü örtürlər, amma siz dediniz ki, anam rəhmətə gedəndə yeri beşdi olsun. Dediniz ki, dedilər ki, ora güzgü qoy və mən gətirdim üstünə güzgü qoyum. Yəni o güzgünün, bu güzgünün mənası nədir? O birisi güzgülərin üstünü örtmüşdülər, ağ örtmüşdülər. Niyə örtürlər onun üstünü? Yəni o bilmirəm, mən onu bilmirəm. Onu mənim dil aləmi bilərdi. Mən amma orada sual verdim ki, niye o güzgünü koyduz ora? Aha. Yani ben gözümü açandan, bilirəm nənəmi bastıranda güzgü koymamışdılar. Belki de yadıma gelmir. Ama bilirəm ki, ölü eve girəndə güzgülerin üstünü, şkaflar, stenkaların üstünü, hamısını ağ parçayla örtürlər. Ama anam rəhmətə gedəndə üstüne güzgü koydular. Balaca bir güzgü koydular. Sonra evden çıxardanda güzgünü götürdülər. Sonra dediler tez yerine daş koyun. Sonra kişiler qəbristan geldi, dedi daşı tullayın. Sonra sual verdim ki, o güzgünü niye koydular ora? Deyir koydular ki, bir gün kalmışdı evde şişmesin. Meyit şişmesin. Aha. Yani ben bunu bilirəm. Belə deyiblər. Belki psikolog. Ama buyurun. Yani bu böyüklərdən işitmişəm. Bu şey var da olmasa eləməzdilər ki, ağsaqqallar eləyib də. Bəli. Aydın məsələdir. Buyurun Lamiyə xanım. İlhamə xanım, mən bu fikri... Mənbələrdən yazır. Mən mənbələrə istinadən hansı fikri söyləmək istərdim. Deməli, elm inkişaf etməmişdən qabaq, ilkin elmi təsəvvürlərin formalaşması dövrü olub. Bir də elmə qədərki mərhələ olub. Elmə qədərki mərhələdə insanlar miflərə, nağıllara, əfsanələrə, mistikaya inanıblar. Və bizim bugünkü təfəkkürümüz ibtidai icma quruluşunda yaşayan insanların təfəkküründən fərqlənir. Nəyindən fərqlənir? Ondan fərqlənir ki, bizdən öncə yaşayan əcdadlarımızın həyatdan əldə etdikləri təcrübələr bizə yaddaş hüceyrələri vasitəsilə ötürülüb. Deməli, biz istəsək də, istəməsək də, o bizim əcdadlarımızın miflərə, əfsanələrə, nağıllara, mistikaya inancları da neyniyib? Bizim yaddaş hüceyrələrimiz vasitəsilə bizə ötürülüb. Elə deyilmi? Deməli, bizim şuuraltı təbəqəmizdə elə bir proqram var ki, biz elmi məlumatlarımız kasatdırsa, özümüzün üzərimizdə işləmiriksə, dünya görüşümüz kifayət səviyyədə deyilsə, biz onda beynimizi yorub, gedib axtarışlar aparmaqdansa, kitab oxumaqdansa, hansısa sual bizim qarşımızda durubdur, onun cavabı bizi narahat eləyir, tapa bilmiriksə, ən yaxşı variant nədir? O bizim şuuraltı təbəqəmizdə olan o proqramı işə salaq, inanaq və salam. Yəni, bax, bunun qısa formada açıqlamasını mən belə deyə bilərdim. Ancaq qaldı ki, cəmaatın inancına da biz alimlər biganə qala bilmərik və bununla bağlı biz də müxtəlif tədqiqatlar aparmışıq və güzgülərlə bağlı əgər tədqiqatlar mənə vaxt versəniz, mən o tədqiqatlardan qısa bir məlumatları sizin nəzərinizə çatdıraram.